Bu ifadəni eşidən kimi əksər adamların gözü önünə şəhərin dalanlarında, park gizlinlərində öpüşən, cütləşən, lütməcə adamlar sərgilənir. Bəs seks inqilabı harda, necə baş verməlidir? Seks inqilabı təkcə fərdlər arasındakı cinsi akt hesablanmayıb. Geniş mənada cinsi ayrı seçkiliyi aşmaq hadisəsidir. Qadın-kişi bərabərliyidir. Bu veriliş isə Şərqin, Qafqazın, bu fonda Azərbaycanın ən ciddi mental problemi olan qadından seks obyekti kimi baxış, yad kişiyə və yad qadının bir-birinə cinsi münasibətindəki qara sehir, uçurum haqqındadır. Əslində bu sözlər, terminlər sizə biraz ağır görünə bilər, anlaşılmaz səslənə bilər, amma mahiyyət çox asandır. Öncə başlayaq ölkəmizin ən ciddi problemlərindən birinə, daha doğrusu seks inqilabının olmamasının, seks düşüncəsinin formalaşmamasının insanların qaraqabaq olmasına təsiri. İnsanlar bir-birinə olan cinsi istəklərini daha uyğun tərzdə bildirə bilmədikləri üçün üzlərində görünən hər təbəssüm seksə işarə kimi yozulur. Aha, gülümsədi, yəqin məndən xoşu gəlir. Bu fikir o qədər kütləvi hal alıb ki, insanlar küçədə bir-birinin üzünə gülümsəyə bilmir. Yəni, qadınlar ümumiyyətlə qaraqabaq olmaq məcburiyyətindədir. Sonra deyirik ki, xarici ölkələrdə insanların üzünə baxanda hamı gülümsüyür. Amma etiraf edək ki, bugün Bakıda bir qadın tanımadığı insana gülümsəsə, bu hara yozulacaq? Həmən həmin kişi, həmin qadının arxasınca düşəcək və yaxud da ən azından onun haqqında ürəyində yaxşı fikirləşməyəcək. Cəmiyyət bəşəriyyətin ən möhtəşəm sədaqəsi olan təbəssümdən beləcə qısır qalır. İnsanlar gülümsəməkdən qorxur. Gülümsəmənin seksə işarə olmasından ən çox çəkinən tərəf təbii ki, qadınlar olduğundan əksər xanımlar şəhərdə üzlərindən nifrin, qəzəb pərdəsi asaraq gəzir. Seks azadlığının olmamasından qadınlar da kişilərə istəklərini bildirə bilmir. Yəni, hələ də Azərbaycanda sevilən kişi obrazı tanınmır. Yəni, biz bilmirik ki, qadınlar əslində necə obrazı sevirlər. Çünki onlar bunu etiraf edə bilmir. Təbii ki, daha səmimi yerlərdə bir-birini etiraf edə bilərlər. Amma ilk baxışdan, ilk görünüşdən Azərbaycanın kişi simvolu, kişi forması hələ ki formalaşmayıb. Nəticədə hələ də kişilər dədə-babadan qalma bir dırnaqarası xarizmanı rəhbər tutur. Kişi ciddi olar, kişi hırıldamaz. Yenə də şəhərə baxırıq, gülən kişi tapmaq olmur. Sanki kişilər hamısı belə düşünür ki, gülməyən, qaşqabaqlı olan insanlar daha əzəmətli görünür və xanımların xoşuna gəlir. Amma əslində inanın, qadınlar da artıq üzündən zəhər yağan, qaramatın qara yumağa çevirdiyi kişi üzü görmək istəmir. Onlar da pozitiv, gülən, güldürən əks cins arzulayırlar. Sadəcə kişi-qadın arasındakı bu uçurum onların əsl istəklərini bir-birinə açıq ifadə etmələrinə mane olur. Keçək ən ciddi məsələlərdən birinə, seks inqilabının incəsənətə təsirinə. Mətnlərimiz qadına bir cins kimi baxışdan arınmadığından bəşəri, sambalı mövzulardan da iraq qalır. Hər şey qadının ətrafında, daha doğrusu qadına cinsi obyekt kimi baxışın ətrafında formalaşır. Qadının daxili dünyası, insan dünyası kinomuzda, incəsənətdə çox nadir hallarda üzə çıxır. Biz filmlərimizdə daha çox qadını bir arvad kimi, daha çox qarşı tərəfin hisslərini qarşılayan, ona xidmət edən bir obyekt kimi görürük. Qadın araşdırılmır, qadın cinsi obyekt kimi əlahiddə, sirli qaldıqca da bu mövzuda yazılan, çəkilən bütün nümunələr izləyici üçün xüsusi maraq kəsb edir. Nəticədə kənarda ərsəyə gələn ali mövzular diqqətdən uzaq qalır. Mətbuatda, cəmiyyətdə ən çox müzakirə olunan yenə də qadın ətrafında baş verən hadisələr olur. Bugün dünyada qadınla bağlı baş verən bütün cinayətlər qadın azadlığının zəif olduğu ölkələrdə cərəyan edir. Seks həyatı normal təmin olunmayan, qazandığı cinsəl travma ilə ictimai nəqliyyata minən əksər şəxslər sıxlıq yaranan kimi qarşısındakına sürtünməyə meyllənir. Bu da eyni zamanda bu məsələni biz seks inqilabının baş verməməsinin tıxaclı şəhər yaratdığına da gedib çıxa bilərik. Sırf ictimai nəqliyyatdakı bu arzu olunmaz yaxınlıqlar ucubatından bugün yüzlərlə gənc evlənmədən əvvəl özünə şəxsi avtomobil almaq barədə düşünür. Mən yoldaşımı metroya, avtobusa mindirə bilmərəm deyir. Hər kəs öz yoldaşını öz şəxsi avtomobilində işə aparıb gətirməyə qərarına gəlir. Nəticədə hər səhər badamdardan zığa və şəhərin bu ucundan o ucuna böyük bir
tıxacla rastlaşırıq. Fərdlərin bir-birinə cinsəl istəkləri bir kəlmə ilə müəyyənləşə bildiyi halda, niyə əksər adamlar günlərlə işarə axtarmalı, sirli, müəmmalı addımlarla bir-birinə çağırışlar etməlidir? Axı biz heyvan deyilik, axı biz dilimiz var, sivil bir mədəniyyətə məxsus bir yaranışıq və çox rahat şəkildə qadının kişidən, kişinin qadından bir kəlmə ilə soruşa biləcəyi işi biz bəzən aylarla süründürürük, özümüzü aldadırıq, nəticədə də anlaşmaz hadisələr üzə çıxır. Təfəkkürə hakim kəsilən seks aclığı qadınlı kişili əksər adamları sonda ən arzu olunmaz addımlar atmağa vadar edir. İnsanlar boşanmadan başqa şəxslərlə yatağa girir, ardınca digər bir mental tətikləmənin təsiri ilə fiziki baxımdan zəif tərəf qadın öldürülür. Seks mifi beyinlərə hakim olduqca insanlar bu qara sehrin içində yaxılır, axırda özünü ən təhlükəli zonalarda, yad evlərdə, yad otaqlarda tapır. Az sonra qapı açılır, sonra bir ömürlük bağlanmır. Halbuki seks mövzusu əlçatan olsa, bu iş daha sivil müstəvidə baş tuta bilər. Qadın ərini istəmədiyini yaxud başqa bir kişini istədiyini düşündüyü an boşana bilər və növbəti kişi beləcə həyatı təhlükə altında qalmaz. Bəs Azərbaycanda seks inqilabı ola bilərmi? Ola bilərsə, bu hansı modeldə baş verməlidir? Bizim öz modelimiz ola bilərmi? Seks inqilabı küçələrə axışan kütlənin timsalında deyil, daha çox beyinlərdə baş verir. Sözsüz, seks azarının pikə çatdığı ölkələrdə effektiv meydan aksiyaları da olur. Seks azadlığının daha bir adı da insanların seksual istəklərini daha etik müstəvidə izharıdır, ifadəsidir. 1. İnsanlar cinsi istəyini sadə şəkildə, sadə formada ifadə eləməlidir. Bunun üçün az əvvəl qeyd etdiyimiz kimi cəncəl düşüncələr, gözləmələr, işarələr bunlara ehtiyac yoxdur. 2. İnsanlar yaşından asılı olaraq vaxt-vaxtında cinsi münasibətdə olmalıdır. Buna imkan qazandırmalıdır özü üçün. 3. Kütləvi informasiya vasitələrindəki yanlış ailə münasibətləri, mental dırnaqarası dəyərlər, stereotiplərin təbliği dayandırılmalıdır. 4. Qadınlar kişilər tərəfindən onların fiziki baxımdan zəif olduqları üçün olunan jestləri qəbul etməməli. Məsələn, ictimai nəqliyyatda onlara yer verilərkən bu jestdən imtina etməlidirlər. Əks təqdirdə kişilər şuuraltı qadınları küçümsüyür, təmənna güdür. Bugün verdikləri yeri sabah başqa formada onlardan geri istəyir. Necə ki, bugün deyirlər ki, qadınsan, gəl otur, sabah da deyirlər ki, qadınsan, dur. Nədənsə seks inqilabından xəbərsiz olan adamlar bu anlayışla rastlaşan kimi elə düşünür ki, həmin ifadə əxlaqsızlığa çağrışdır. Amma diqqət etsək görərik ki, ən çox zorlamalar azyaşlıların cinsi istismarına məruz qalması, cinsi müstəvidəki bu kimi natarazlıqlar elə bu düşüncədə olan insanların ölkələrində baş verir. Azad seksin mövcud olduğu ölkələrdə isə bu cinayətlərin heç birinə rastlaşılmır. Azad seks cinsi münasibətin daha uyğun yerdə, daha uyğun şərtlər altında, daha uyğun fərdlər arasında baş tutmasına şərait yaradır. Azad seks küçədə sevişməni təbliğ eləmir. Əksinə, sevişmək üçün daha rahat yerlər təklif edir. Azad seks gəncləri transformatorda, dar dalanlarda, qaranlıq parklarda sevişdirən səbəbləri aşacaq qədər imkanlı və cəsarətli edir. Azad seks insanlara onları daim tətikdə saxlayan seks yanıqlığının mənasızlığını göstərir. Nümunə üçün, min bir bəlanın dolaşdığı müasir şərq ölkələri arasında qısa müddətdə mayak kimi parlayan Yaponiyanın yaxın keçmişdə yaşadığı məşhur çevrilişə və bu fırtınadan sonra cəmiyyətdə baş verən yenilənməyə diqqət edə bilərik. Seks inqilabı baş vermiş ölkələrdə yaranan yeniliklərdən də görünür ki, gec-tez bu şar partlamalı, mövcud mif dağılmalıdır. Yalnız bu baş verdiyi halda cəmiyyətə bəlli olacaq ki, həyatda qadın ayaqlarının yaratdığı çıxmazdan, dalandan başqa da yollar var. Daha işıqlı yollar. Yolunuz açıq olsun, düşüncəniz işıqlı olsun. Aydın insanlarla bir yerdə, bir ətrafda yaşamaq sizə nəsib olsun.